Bəhruz müəllim, bax, bu yeni narrativlərdən danışanda əlbəttə ki, ilk növbədə onların müəlliflərinə diqqət yetirilir. Diqqətən özləri, bu narrativlər özləri bizə hansı töhfələri gətirirlər və nəhayət onların hesabına biz nələri əldə edirik. Bax, bizim iki tərəfli münasibətlərimizdə həqiqətən də yeni narrativlərin xüsusi rolu var. Onların əsas belə mahiyyəti nədən ibarətdir və onlar nəyi özündə ehtiva edir? Təşəkkür edirəm. Bugün biz əminliklə deyə bilərik ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər, o cümlədən Azərbaycan və bütövlükdə Mərkəzi Asiya ilə münasibətlər, bütövlükdə Avrasiya qitəsində təhlükəsizlik arxitekturasının ən önəmli və ən vacib həlqələrindən birini təşkil edir. İstər iqtisadi, istər ticari, istər siyasi stabillik baxımından bu belədir və qeyd etdiyiniz kimi təbii ki, bunun da təməlində ilk növbədə doğru müəyyənləşdirilmiş narrativlər dayanır. Bilirsiniz, biz Özbəkistanla eyni dil, eyni din, eyni mənəvi və s. əsaslar daşıya bilərik, eyni tarixi kökdən gələ bilərik, amma bu dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsi üçün heç də hər zaman əsas təməl rolunu oynaya bilmir. Bugün dünyada çox sayılı nümunələr var ki, eyni kök, eyni dil, amma dövlətlər arasında ciddi gərginliklər, hətta müharibə səviyyəsinə çatan gərginliklər mövcud. Eləcə də Azərbaycan və Özbəkistan arasında münasibətləri səmimi formada təhlil etsək, heç də bu münasibətlər hamar xətlə inkişaf eləməyib. Düzdür, Sovet dövründə kifayət qədər yüksələn xətt üzrə əlaqələrimiz olub, ittifaq dövlətləri olmuşuq. Amma sonraki dövrdə, müstəqilliyin ilk illərində, elə müstəqilliyin ilk illərinə xas çətinliklər münasibətlərimizə də təsirini göstərdi. O cümlədən yaratmaz, səriştəsiz idarəçilik münasibətlərimizə köklü mənfi təsir göstərdi. O zamanki AXC müsavatçılığı xatırlayırsınızsa, Özbəkistanda Birlik Xalq Hərəkatını dəstəkləyirdi, onların daxil işinə qarışırdı, ayrı-ayrı şəxslərə sığınacaqlar verirdi və s. Bununla da Özbəkistan-Azərbaycan arasında məhz Azərbaycanın uğursuz xarici siyasətindən o zaman qaynaqlanan çox lazımsız bir münasibət, uçurum yaranmışdı. Hətta Ulu Öndər hakimiyyətə gəldikdən sonra Ulu Öndərlə o zamanki Özbəkistan prezidenti İslam Kərimov arasında Sovet dövründən başlanmış dərin münasibətlər, dostluq, qardaşlıq münasibətlərinə baxmayaraq Ulu Öndərə neçə illər lazım oldu ki, bu etimadı bərpa eləsin. Və nəticə etibarilə Azərbaycan-Özbəkistan arasında biz 90-cı illərin artıq ikinci yarısından etibarən tədricən yüksələn münasibətlərə şahidlik etdik və tam əminliklə və tam səmimiyyətlə qeyd edə bilərik ki, tarixinin heç bir dövründə Özbəkistan və Azərbaycan arasında əlaqələr hazırki səviyyəsinə yüksəlməyib. Və proseslərin gedişatı da onu deməyə əsas verir ki, biz hələ münasibətlərimizin, biz hələ yeni dövrün, yeni mərhələnin, bu qızıl dövrün başlanğıcındayıq. Konkret sualınıza gəldikdə isə ilk növbədə biz beynəlxalq hüququn aliliyi şəraitində əməkdaşlıq, tərəfdaşlıq qurmuşuq. Münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə məhz beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplər əsasında, BMT nizamnaməsi əsasında dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü çərçivəsində dövlətlərin daxil işinə qarışılmasının yol verilməzliyi və eyni zamanda üzərində dövlətlərin götürdüyü öhdəliklərə vicdanla əməl edilməsi prinsiplər əsasında münasibətlər qurmuşuq. Və bu münasibətlər bir mənalı şəkildə həm Özbəkistanın, həm Azərbaycanın tarixində özünə məxsus müstəsna bir rol oynayır. Bilirsiniz ki, möhtərəm prezident Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, suverenliyimiz tam bərqərar olunduqdan sonra keçirilən ilk seçkilərdən sonra Milli Məclisdə andişmə mərasimində bəyan etdi ki, bizim ailəmiz Türk dünyasıdır və bizim xarici siyasətimizin prioriteti bir mənalı olaraq ilk növbədə Türk dünyası ilə əlaqələrdir. Və proseslərin gedişatına biz baxdıqda gördük ki, bu yalnız bəyanatlarda qalan ifadələr deyildi. Həqiqətən də Azərbaycan xarici siyasət kursunda, istər ikitərəfli əsasda, istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Qoşulma Hərəkatı çərçivəsində, o cümlədən BMT çərçivəsində biz Mərkəzi Asiya dövlətləri ilə, xüsusən Özbəkistanla çox uğurlu əməkdaşlıq qura bilmişik. Bu əlaqələrdən hər iki tərəf faydalanır və xüsusən Azərbaycanın Vətən müharibəsi və terror tədbirlərində böyük zəfəri ilə bu bölgədə yaranan yeni reallıq Azərbaycana qardaş ölkələrin də baxışında müsbət mənada onsuz da yaxşı bir baxış var idi, yaxşı bir münasibət var idi. Amma bu baxışda da inqilabi yenilik artıq gətirməyə başladı. Yəni, əgər əvvəllər Azərbaycana yalnız dost, qardaş, bir dövlət kimi baxılırdısa, keçmiş ittifaq dövləti kimi baxılırdısa, eyni kökdən olan və
xoş, mehriban münasibətlər sürdürdüyümüz bir dövlət kimi baxılırdısa, artıq Azərbaycana yeni reallıqda Cənab İlham Əliyevin çoxsaylı maneələrə baxmayaraq reallaşdırdığı infrastruktur layihələri fonunda, Cənubi Qafqazdakı lider mövqeyi fonunda Azərbaycan artıq Orta Asiya dövlətləri üçün də suverenliyin qorunmasında mühüm bir qapıya çevrildi. Orta Asiya dövlətləri zəngin dövlətlərdir, amma eyni zamanda o zənginliklərindən tarix boyu köklü fayda da götürə bilməyiblər. Çünki adətən daşımalar zamanı kimdənsə asılı olublar, ya daşıma xətləri olmayıb, məhsullarını bazara çıxara bilməyiblər. Daşımalar bunlar üçün həm də suverenlik üzərində təhdid rışağına çevrilib. Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə yaratdığı yeni reallıq və Cənab İlham Əliyevin yaratdığı infrastruktur layihələri, bunu Azərbaycan öz gücünə yaradıb. Bu layihələr artıq Orta Asiya üçün də sözün əsl mənasında bir qapıya çevrildi. Orta Asiya dövlətləri artıq illərdir, 10 illərdir arzuladığı şəkildə öz potensialları ilə davranmağa başladılar. Nəticə etibarilə bu yeni çağırışlara cavab verən yaşıl enerjidən tutmuş, özünün ənənəvi enerji resurslarına qədər, kənd təsərrüfatı məhsullarına qədər məhz Azərbaycanın üzərindən çox rahatlıqla sabit, etibarlı şəkildə daşıma bugün potensialı yaranıb. Xüsusən Çin, Qırğızistan, Özbəkistan dəmir yol xəttindən sonra biz artıq tamamilə yeni bir dövrün başladığını görürük və bu əlbəttə özünü siyasi istiqamətdə də özünü biruzə verir. Azərbaycan artıq Mərkəzi Asiya Dövlət Başçıları Şurasının tam hüquqlu üzvü kimi bilirsiniz ki, möhtərəm prezident də müsahibəsində bunu ifadə etdi. Yeni statusda proseslərə sözün əsl mənasında yön verir. Yəni, yeni bir mərhələ başlayıb, yeni bir dövr başlayıb, danışılacaq, müzakirə ediləcək sözlər, təbii ki, istiqamətlər çoxdur. Verilişin gedişində əlbəttə biz bu məsələlərə toxunarıq. Bəli, mütləq. Əlbəttə və bizim ölkələrimizin faktiki olaraq o münasibətlərini kökləyən, onların bir-birinə inamını artıran da odur ki, birincisi həm Azərbaycan, həm Özbəkistan sözün əsl mənasında tam müstəqil dövlətlərdir. Yəni, onlar özləri öz siyasətlərini formalaşdırırlar, xarici əlaqələr vektorlarını müəyyən edirlər və seçim də məhz Bakının və Daşkəndin seçimidir. Və təbii ki, elə siz buyurdunuz, Bəhruz müəllim ki, Qarabağ müharibəsindəki bizim artıq qələbədən sonra vəziyyət köklü sürətdə dəyişdi və biz həqiqətən də yeni nümunə yaratdıq. Yəni, bizim üçün o nümunə özümüz üçün demək olar ki, doğma idi. Biz onu anlayırdıq, duyurduq. Amma biz həm də qardaş dövlətlər üçün belə bir nümunə göstərdi, belə bir mexanizm göstərdi ki, bəs onlar da bax, bu məsələdə həm təpərli olsunlar, həm inadkar olsunlar və digər tərəfdən də özlərinə inamları artsın. Bax, qələbəmizin mənə digər ki, bax, bu effekti həddən artıq böyük rol oynadı. Çox doğru bir məqama istiqamətlənmişsiniz. Həqiqətən də Azərbaycan, hətta xatırlayırsınız, Vətən müharibəsinə qədərki dövrdə bizim qərbə çıxış imkanlarımızın indikindən daha məhdud perspektivlərə malik olduğu, yalnız Gürcüstan üzərindən çıxdığımız dövrdə xatırlayırsınız, Tovuz döyüşləri oldu. Bəli. Ondan öncəki dövrlərdə 1-ci Qarabağın savaşı ayrı-ayrı zamanlarda atəşkəsin pozulması ilə, hətta bəzən artilleriyanın işə salınması ilə davam edir. Amma bu proseslər heç vaxt Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin qəti şəkildə pozulması ilə nəticələnmədi. Azərbaycan elə mühafizə etdi ki, nə Bakı-Tiflis-Qars, nə Bakı-Tiflis-Ceyhan, o cümlədən digər infrastruktur layihələri hər hansı formada ziyan görmədi və Azərbaycan enerji nəqlini müharibənin gedişində belə dayandırmadı. İndi üstə gəl, Azərbaycan və Ermənistan arasında de facto sülh var. Faktik olaraq de jure sülhə doğru çox sürətlə irəliləyirik. Bunun üçün çox cüzi maneələr arada qalmaqdadır. Belə olan təqdirdə artıq Azərbaycan çox daha etibarlıdır. Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda əvvəlki ənənəvi şimal yolları etibarlı sayılmır. Uzun perspektivdə də etibarlı sayılmır. İran ətrafında hər hansı formada nəticələrin olmaması, gərginliyin davam etməsi və mütləq nəticənin, bu çox vacibdir, olmaması, əlbəttə o yol nə qədər etibarlı təqdim olunsun, söhbət burada ya İrandan, ya İraqdan, başqa dövlətdən getmir. Bütövlükdə regional reallıqdan gedir ki, güc sahibləri üçün, ticarət sahibləri, mal sahibləri üçün o qədər də etibarlı daşıma yolu sayılmır. Evet. Bu mənada Azərbaycan alternativsizdir. Üstəgəl, Azərbaycan prezidenti zamanında çoxları bu barədə düşünməyəndə Azərbaycanı hər zaman bu proseslərə hazırlayıb. Məsələn, biz Bakı-Tiflis-Ceyhandan danışanda və yaxud Orta Dəhlizdən danışanda, İpək yolundan danışanda çoxları üçün bu xülya gəlirdi və çoxları buna mane olmaq istəyirdi. Çoxları Azərbaycanın özünün müstəqil yolunun alternativsiz
şəkildə öz ərazisindən keçməsinə cəhd göstərən kampaniyalar aparırdı. Media Azərbaycana hücum edirdi, Azərbaycan prezidentinə hücum edirdi, xarici dırnaqarası beyin mərkəzləri bizə hücumlar edirdi. Amma o qətiyyət heç kim qıra bilmədi və nəticə etibarilə heç bir kənar yardım olmadan biz o layihələri Cənab İlham Əliyevin qətiyyət sayəsində reallaşmasına şahid olduq. Və yeni bir dövr başlanıb artıq. Artıq qeyd etdiyimiz kimi Ermənistan özü Azərbaycanın yaratdığı bu infrastruktur layihələrindən faydalanan tərəfə çevrilməkdədir. Belə olan təqdirdə təbii ki, bizə olan etimad daha da artır. Digər tərəfdən Azərbaycanın axı bir hərbi siyasi nümunəsi də var. Suverenliyə münasibətdə qətiyyətli münasibət var. Xatırlayırsınız, istər Şuşa forumunda, istər sonraki dövrlərdə, müsahibələrində Cənab Prezidentdən Ukraynalı rəsmlər, o cümlədən jurnalistlər Azərbaycan nümunəsi ilə bağlı suallar verirlər və Cənab Prezidentin də heç kimin ərazi bütövlüyünə, suverenliyinə xələl gətirmədən, istər Rusiya ilə, Ukrayna ilə, digər dövlətlərlə Azərbaycanın bərabər hüquqlu əsaslarına heç bir formada zərər vurmadan beynəlxalq hüququn aliliyinin rəhbər tutan bir mövqe nümayiş etdirir. Suverenlik məsələsi alver müzakirə mövzusu deyil. Və bu nümunəni Azərbaycan sözün əsl mənasında özü yarada bilib. Və təbii ki, Özbəkistan əlbəttə müstəqil dövlətdir, suveren dövlətdir. Amma zaman-zaman etiraf edək ki, suverenliklə bağlı təhdidlərlə, xüsusən ticari təhdidlərlə üz-üzə gəlirsə, Azərbaycan nümunəsi bütün Mərkəzi Asiya dövlətləri üçün indi də, perspektivdə də sözün əsl mənasında istinad ediləcək bir nümunədir. Bəhruz müəllim, bax, həqiqətən də Azərbaycan dövlətinin irəli sürdüyü o logistik, nəqliyyat ideologiyası özü-özlüyündə, məhz ideologiya sözünü mən burada təsadüfən işlətmirəm. Çünki dünyada da bu saat ən böyük, dəhşətli təlatumlar, gözləntilər məhz bax daşımalar üzərindədir, nəqliyyat kommunikasiya xətləri üzərindədir, marşrutlar üzərindədir. Amma Azərbaycan dövlətinin bu məsələ özünün bir çox düşünülmüş, dərin yanaşması, konsepsiyası olduğundan artıq mən deyirəm ki, bu elə sözün əsl mənasında ideologiyadır. Çox doğru. Və necə bilirsiniz, bax, Özbəkistan nə dərəcədə çeviklik göstərə bildi ki, məhz bizim də bu məsələlərdə ham qovuşsun, bizə qovuşsun. Yəni, bizim də artıq bir zəncirvari proses yaratsın. Bunu edə bilmişik, yoxsa yox? Çox maraqlı bir istiqamətdən başladınız. Elə icazənizlə sizin sualın əvvəlindən başlayaram. Həqiqətən də heç bir dövlət siyasəti xalq tərəfindən rəğbətlə qarşılanmadan uğurla realizə oluna bilməz. O cümlədən də mən bu istiqamətdə Azərbaycanla Özbəkistan arasında olan mövcud münasibətlər Özbək xalqı tərəfindən də sözün əsl mənasında böyük rəğbətlə qarşılanır. Cənab İlham Əliyev Özbək xalqı üçün yalnız qardaş bir dövlətin rəhbəri deyil, həm də çox sevilən, kifayət qədər populyar personadır və əgər Özbək segmentində biz sosial mediaya baxsaq, mətbuatı izləsək, elə çox uzağa getməyək, bugünkü müsahibədən sonra yayımlanmasının ardınca reaksiyalara baxsaq, sözün əsl mənasında insan qürur duyur. Sanki Özbəkistan xalqı bir Özbək qəhrəmanı haqqında danışır. Nəinki qonşu bir dövlətin, eyni kökdən olsaq da biz ayrı dövlətik, qonşu bir dövlətin lider haqqında. Bu özlüyündə münasibətlərimiz üçün kifayət qədər uğurlu bazislərdən birini təmin edir. O ki, qaldı qeyd etdiyimiz kimi Özbəkistanın proseslərə çevik reaksiyası və çox haqlı olaraq, hədsiz dərəcədə haqlı olaraq siz məsələni daha çox ideoloji istiqamətə yönəltdiniz. Bilirsiniz, bizim bölgələrimiz elə Orta Asiyada, yəni Özbəkistan yerləşdiyi regionda, Azərbaycan da elə bir bölgədə yerləşirik ki, biz bunu dəfələrlə desək də yenə deməliyik. Tarixən biz öz coğrafiyamızın o qədər də faydasını görə bilməmişik. Baxmayaraq ki, bu bölgə daşımalar üçün, təbii sərvətləri ilə kifayət qədər uğurlu, diqqət çəkən bir bölgə olub. İri güclər, amma həmişə bura maraq göstərdiyi üçün bu bölgənin xalqları həmin bölgənin faydalarını nəinki görə bilməyib, əksinə ziyanını görüblər. Üzrüstəm, özgələr bizim coğrafiyalardan xeyirlərini götürüblər, elə bir situasiyada formalaşdırıblar ki, bizim cəmaatımız, millətlərimiz, xalqlarımız, toplumlar bir qədər gözü qıpıq olsun, onlardan uzaq olsunlar. Amma indi artıq yeni bir dövr yaranır. Tam mənada siyasət elə bu istiqamətində olub ki, bu bölgə, məsələn, bir başqa güc gedib, digəri gəlib, bu bölgədə insanlar yalnız və yalnız həmin güclərin toqquşmasında sözün əsl mənasında ayaq altında əzilən olub. Zaman-zaman bəli, tarixi dövlətlərimiz olub, gücümüz olub və s. Amma hər zaman biz bu proseslərdən nədənsə ucuzan kimi çıxmışıq. İlk dəfə olaraq Ulu Öndərin hakimiyyətə gəlməsi ilə və Azərbaycan tarixində yeni dövr başlaması ilə Cənab İlham Əliyevin bu siyasəti ali səviyyəyə qaldıraraq bizi qalib, müzəffər dövlətə çevirməsi ilə
biz nəhayət Cənubi Qafqazın coğrafiyasından dividend əldə etməyə başladıq. Biz artıq əzilən tərəf yox, diktə edən tərəf olduq. Və biz dünyaya sübut edə bildik ki, bu bölgədə bundan sonra fayda götürmək üçün hər kəs üçün açıqdır qapılarımız, pəncərələr, hər kəs üçün açıqdır, hər kəs fayda götürə bilər. Bir şərtlə ki, diktə edən tərəf bizik, bu bölgənin sahibi bizik. Bizimlə bərabər hüquqla əməkdaşlıq çərçivəsində davranılmalıdır və Cənab İlham Əliyev artıq özünün qətiyyəti ilə belə bir reallığı əldə edib. Və o cümlədən də Özbəkistan da tarixən bax bu kimi çətinliklərlə üz-üzə qalıb, eləcə də Orta Asiyanın digər dövlətləri. Belə çətinliklər fonunda əlbəttə Azərbaycan prezidenti hansısa addım atanda kifayət qədər hesablanılmış, ölçülmüş, biçilmiş addımlar atıb və bugün reallıqlar onu göstərir ki, nə qədər doğru planlama həyata keçirilib və analiz nə qədər doğru aparılıb. Və nəticə etibarilə Azərbaycan və Özbəkistan arasında bu uzlaşmanı təmin etmək sadə məsələ deyildi, kifayət qədər mürəkkəb məsələ idi. Amma baxın, dövlət başçımız proseslərə necə yanaşdı? Bəli, biz çoxsaylı, mən bir daha deyirəm bunu, maneələrə baxmayaraq layihələrin reallaşmasına şahidlik etdik. Layihələr reallaşdı. Dünyanın diqqəti bura cəlb edilə bildi. Çox vacib, böyük güclərin burada maraqları sözün əsl mənasında uzlaşdırıla bildi. Bunlar vacib məqamlardır və Özbəkistanla və digər hansı ki tarixən eyni proseslərdən əziyyət çəkən tərəflər, subyektlər ki var idi, onlara gəldikdə isə onlarla alternativ mexanizmlərin tapılması vacib idi və Cənab İlham Əliyev bizim əlaqələri institusionallaşdırmaqla bu çıxış yoluna nail oldu. Yəni, biz yalnız Özbəkistan və Azərbaycan tərəfindən sadəcə bəyanatlar verməklə kifayətlənmədik, sadəcə xoş niyyətlər ifadə etmədik, qarşılıqlı səfərlər olmadı. Eyni zamanda çox çevik reaksiya verə bilən qurumlar, mexanizmlər formalaşdırıldı. Məsələn, Azərbaycan və Özbəkistan arasında hökumətlərarası komissiya var idi. Bu komissiyanın işi intensivləşdirildi. Dövlət başçısının özünün də ifadə etdiyi kimi 7 səfər olub. Qarşılıqlı rəsmi, işgüzar, dövlət səfəri. Bəli, və təsəvvür edin, bunlardan 3-ü dövlət səfəri artıq səfərlərin ən yüksək statusuna malik olanı. Yəni, bunların fonunda əlbəttə ki, həm də tez-tez görüşlər, liderlər arasında daimi telefon təmasları, o cümlədən beynəlxalq platformalar, xüsusən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı ünsiyyət, bu çevik mexanizm kimi qarşılıqlı ünsiyyəti, kommunikasiyaları daha da, belə deyək, daha effektiv formata gətirib çıxardı və ən nəhayət ali dövlətlər arası şura bilirsiniz ki, formalaşıb, artıq 2 iclası keçib və bu Ali Şurada verilən qərarlar və qərarların icrasının nəzarət bizi strateji müttəfiq kimi artıq strateji əlaqələr istiqamətində korrekt, aydın yol xəritəsi ortaya qoymuş oldu. Nəticədə göz qabağındadır. Dövlət başçısının özünün də ifadə etdiyi kimi 2025-ci ildə ötən dövrlə münasibətdə bizim ticari dövriyyəmiz 3 dəfə artıb. Yalnız bu ilin ilk rübündə bizim əlaqələrin nəticəsində bizim artıq gəlirlərimiz, yəni ticari dövriyyəmiz 33% artıb. Bu çox ciddi rəqəmlərdir. İki dövlət arasında, birbaşa quru sərhəddə olmayan dövlətlər arasında bu ticari dövriyyəyə nail olmaq böyük uğurdur. Və üstəlik, qarşıda ciddi perspektivlər var. Qeyd etdiyimiz kimi, əgər dünya bugün açıq şəkildə və sözün əsl mənasında vəhşicəsinə nəqliyyat dəhlizləri uğrunda mübarizə aparırsa və bu prosesdə hər hansı humanitarı, mənəvi, milli dəyər görünmürsə, belə bir şəraitdə həmin o dəyərləri qoruyaraq, həmin xablara məhz dövlətlərin suverenliyi şəraitində sahib olaraq qalmaq bu böyük cəsarət, güc, imkan tələb edir və Cənab İlham Əliyev yəni yalnız müharibəni, Azərbaycanı müharibədə mütləq qalib etməklə yalnız ərazilərimizi işğaldan azad etmədi. Biz yalnız müharibəni udmadıq, biz eyni zamanda sülhü udduq. Biz eyni zamanda öz zəfərimizlə bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşdırdıq, yeni ticari arxitektura formalaşdırdıq və yeni iqtisadi zəmin hazırladıq. Və dövlət başçımızın hazırladığı bu zəmin artıq Özbəkistan üçün sözün əsl mənasında tarixi şans oldu. Əlbəttə, bugün elə münasibətlər səviyyəsindəyik ki, Özbəkistanın inkişafına qoyulan hər bir kərpic artıq Azərbaycanın inkişafına həm də dəstək deməkdir. Özbəkistan bizim qardaş dövlətdir. Ümumi işimizdə gedən proseslərin dinamikasıdır. Nəticə etibarilə biz qarşılıqlı jestlərə baxaq. Məsələn, Azərbaycan onsuz da öz gücü hesabına hər hansı kənar vəsait olmadan böyük qayıdış özünün əsas prioritetlərindən birini reallaşdırır. Kiminsə burada nəsə tikməyi bizi o qədər də maddi cəhətdən irəli salmır. Amma
qardaş dövlətlərin Özbəkistanın olsun, Qazaxıstanın olsun, Qırğızıstanın olsun, konkret olaraq böyük quruculuq Qarabağa qayıdış prosesində üzərinə öhdəliklər götürməsi, məktəblər, mərkəzlər tikməsi, bu yalnız daş üstünə daş qoymaq deyil. Bu, Azərbaycanın haqq işinə verilən əməli dəstəkdir. Yəni, biz bunun maliyyə dəyəri ilə mənəvi dəyər arasında bir müqayisə aparsaq, o qədər dərin uçurum görünər ki, bu mənada Azərbaycanın eyni zamanda Özbəkistanda həyata keçirdiyi layihələr, Özbəkistan bilirsiniz ki, mərhum İslam Kərimovun dövründə nisbətən fərqli yolla irəliləyirdi və bu da Özbəkistanın müstəqilliyi, suverenliyi üçün çox vacib, o dönəm üçün çox ləyaqətlə həyata keçirilən bir siyasət idi və o siyasət görüb bilirsiniz ki, bugün də Özbəkistanda böyük ehtiramla anılır, amma yeni dövrün tələbləri başqa idi və yeni siyasi istiqamətdə isə artıq Özbəkistana ciddi investisiyalara ehtiyac var, Özbəkistanın artıq dünyaya baxışa ehtiyac var. Bu mənada cənab İlham Əliyev sözün əsl mənasında qardaş Özbəkistan üçün Azərbaycanla əlaqələri Özbəkistan üçün bir şansa çevirib və bilirsiniz, Azərbaycan artıq Özbəkistanın iri investorlarından biridir və biz baxın görün hansı mühitdən danışırıq. Bir tərəfdə Çin var, bir tərəfdə Qazaxıstan var, o cümlədən Rusiya, İran bu proseslərdə kifayət qədər maraqlıdır. Amma Azərbaycan həlledici investorlardan biri kimi çıxış etməyə başlayır və xüsusən mən ölkədə əsas iri bizim biznes strukturlarından olan Paşa Holdingin bu istiqamətdə fəaliyyətini xüsusi qeyd etmək istəyirəm ki, artıq Özbəkistana ilk o Azərbaycan dövlət özəl tərəfdaşlığı fonunda ilk investisiyalarının biri məhz Paşa Holding tərəfindən qoyuldu. Yəni, görülən odur ki, cənab İlham Əliyev yalnız dövlət liderləri arasında, dövlət strukturları arasında mexanizm formalaşdırmadı. Özəl sektor artıq qarşılıqlı faydalanan tərəf kimi çıxış edir. Vətəndaş cəmiyyətinin üsulları, o cümlədən tez-tez Azərbaycan, Özbəkistan mədəniyyət günlərinin, humanitar tədbirlərin keçirilməsi əlaqələrin altyapısında, bazisində, sözün əsl mənasında möhkəmləndirir ki, bu doğrudan da yeni bir mərhələ deməkdir. Mənə elə gəlir ki, elə faktiki olaraq müqavimət dirənişini nümayiş etdirən digər ölkələr də var. O cümlədən də iri məmləkətlər var, hətta Çin tərəfdən, onlar da görürsən ki, öz marşrutlarını hardasa cızırlar ki, Ermənistanı bu prosesə qatsınlar. Amma Özbəkistandır, Türk dövlətlərdir, qardaş məmləkətlər ki, bizimlə bir təşkilatdayıq, biz hamımız bunların ümumiyyətlə mövqeyi ondan ibarətdir ki, yalnız və yalnız Zəngəzur dəhlizi bizi maraqlandırır. Bu orta dəhliz bizə alternativsiz lazımdır. Necə bilirsiniz, bax, burada o bəzi dövlətlərin o mənfi təsirləri, iştirakları nə dərəcədə bizə maniçilik törədə bilər, ümumiyyətlə törədəcəkmi? Çünki biz israrlıyıq ki, onsuz da bu prosesi məntiqi sonluğa, nöqtəyə çatdıraq. Bilirsiniz, Toq müəllim, Azərbaycana kənar təsir cəhətləri Azərbaycan üçün yeni deyil və bu cəhətlərlə biz davamlı şəkildə daim üzləşmişik. Qeyd etdiyimiz kimi, Azərbaycan öz neftini, qazını Avropa bazarlarına çıxarmaq üçün layihələr inşa edərkən də, Avropaya çıxış üçün Türkiyəyə dəmir yol xətti çəkilişi zamanı da biz davamlı olaraq həmin maneələrlə qarşılaşmışıq və açıq şəkildə bizi mövcud layihələrdən istifadə etmək və yalnız bununla kifayətlənməyə çağırıblar. Amma bugün gəlin görək həmin layihələr nə qədər effektivdir, həmin dövlətləri özləri özünün enerji təhlükəsizliyimizi deyək, bütövlükdə hava məkanının təhlükəsizliyini mi deyək, təmin edə bilirlərmi? Bu mənada Azərbaycanın qətiyyəti Azərbaycan üçün ötən dövr ərzində çox uğurlu bir immunitet qazandırıb. Və biz ən zəif olduğumuz dövrlərdə, yəni ərazilərimiz işğalda olarkən, büdcəmizə vəsait indiyə qədər daxil olmayarkən, neft fondunun büdcəsində Azərbaycanın ehtiyatları indiyə qədər toplanmadığı dövrdə, əgər Azərbaycan prezidentinin qətiyyəti hesabına Azərbaycanda hakimiyyətdə məhz xalqın, milli iradənin təmsil olunmasının nəticəsi hesabına biz o çoxsaylı cəhdləri neytrallaşdıra bilmişiksə, bundan sonra Azərbaycanın ən güclü olduğu dövrdə, Azərbaycanın özünün tarix yazdığı dövrdə, Azərbaycanın özünün coğrafi xəritələrdə nəqliyyat dəhlizlərini cızdığı dövrdə kimlərsə bizə kənardan nə isə diktə edə bilməz. Baxın, Ermənistan özü, öz ərazisində hələ 44 kilometrlik, 43 kilometrlik bir kommunikasiya xəttinin heç texniki əsaslandırılmasını edə bilməyib. Ermənistanın buna sizcə gücü yoxdurmu? Hər bir halda Ermənistan
gücünü, büdcəsindən əlavələrini edib bunu edə bilərdi. Amma orada yan təsirlər də var. Yan təsirlər bir mənalı şəkildə buna imkan verir. İkincisi, mən bir məqamı elə yeri gəlmişkən, məqamı düşmüşkən deyək, biz zaman-zaman, bəli, qeyd edirik ki, həmin ərazilər, yəni Zəngəzur dəhlizinin keçdiyi ərazi Ermənistanın suveren ərazisidir, bunu deyirik. Amma unutmaq olmaz ki, əgər biz Almatı müqaviləsindən danışırıqsa, Sovet dövründə müəyyənləşmiş sərhədlərdən danışırıqsa, nəzərə alaq ki, Ermənistan və Rusiya arasında dəmir yol xəttləri ilə bağlı müqavilə hüquqi cəhətdən kifayət qədər yanlışlıqlara yol verilib. Yəni, Sovet dövründə, Ulu Öndərin hakimiyyəti illərində, Sovet zamanında Meğri müvafiq olaraq Zəngəzur dəhlizindən keçən dəmir yol xətti birbaşa açıq şəkildə yazılmaqla Azərbaycanın mülkiyyəti olub. Yəni, bu Ermənistanın mülkiyyəti deyil. Təbii, həm də bizim dəmir yollarımız onların servis xidmətlərini həyata keçirirlər. O maliyyələr də bizim büdcəmizdən gedir. Yəni, danışıqlarda, istər müzakirələrdə bu prosesi biz kənara qoymamalıyıq. Və həqiqətən də indiki məqamda, bəli, artıq Azərbaycan yeni bir dövr başlatdı. Cənab İlham Əliyev yeni bir konfigurasiya formalaşdırdı. Bu konfigurasiyada da kənara qaçmalara biz şahidlik zamanla edəcəyik. Hər bir dövlətin özünün maraqları var. Hər bir böyük gücün özünə məxsus bu və ya digər formada daha faydalı çıxmaq proseslərdən kimi istəyi var. Amma elə bir konfigurasiya formalaşıb ki, elə maraqlar elə şəkildə uzlaşıb ki, məsələn, bugün Çin bu bölgədə hansısa formada nəyisə dəyişməyə cəhd eləsə, o artıq Azərbaycanın maraqları ilə yox, Amerika Birləşmiş Ştatlarının maraqları ilə toqquşmalı olacaq. Və yaxud Amerika Birləşmiş Ştatları hansısa formada bölgədə qeyd olunan razılaşmalardan kənara çıxarsa, bu artıq bölgədə digər güclərin uyğunlaşdırılmış maraqlarının tapdanması olacaq və beynəlxalq hüquqda da bilirsiniz ki, Pacta Sunt Servanda, yəni öhdəliklərə vicdanla əməl edilməsi tələbi var, şərti var. Başqa yerdə beynəlxalq hüquq işləməyə bilər. Amma Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda və Azərbaycanın təsir dairəsi olduğu bölgədə beynəlxalq hüquq mütləq qaydada işləyir. Və biz BMT nizamnaməsində qeyd olunan əsaslarla, o cümlədən elə BMT nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq özünü müdafiə hüququmuzu yalnız həyata keçirməmişik. Biz həm də beynəlxalq hüququn elə BMT Təhlükəsizlik Şurasının da, BMT Baş Assambleyasının da qətnamələrini icra etməklə beynəlxalq hüququn aliliyini bölgədə təmin etmişik. Biz Cənab İlham Əliyevin müzəffər liderliyində separatizmə son qoyulmaqla bölgə üçün tam yeni təhlükəsizlik arxitekturası ortaya qoyulduğuna şahidlik edirik. Belə bir formada təbii ki, kənar hücumlar, kənar güclərin hücumları, çox təəssüflər olsun ki, əvvəllər müəyyən dövrlərdə, məsələn, ən gərgin Sovet-Amerika münasibətləri dövründə müəyyən bir qarşılıqlı ittihamlarda da, qarşılıqlı olaraq hücumlarda da o soyuq müharibənin özü də bir ədəblə gedirdi. Bugün isə artıq bu kifayət qədər hibrid xarakter almaqla bütün sahələri mənəvi, milli dəyər demədən, insani, bəşəri amillər demədən kifayət qədər çirkinləşmiş bir formada davam edir. Dövlət suverenlikləri, müstəqillikləri, xalqların dəyərləri, ailə dəyərləri, milli hisslər hamısı hədəfə alınır. Ta o yol üzərində, o nəqliyyat xabı üzərində müəyyən dərəcədə nələrisə hansısa mənfəət qoparmaq üçün. Azərbaycan prezidenti də təsadüfi deyil ki, özünün andişmə mərasimində bu məsələlərlə bağlı Azərbaycan xalqını da və bizə qarşı dayanan qüvvələri də xəbərdarlıq etmişdik ki, biz elə daşları tərpətmişik ki, həmin daşların tərpədilməsinə görə bizi nələr gözlədiyini görürük. Azərbaycan da bu proseslərə hazır idi. Kifayət qədər hazırlıqlı şəkildə bu mübarizənin içindədir. Və çox şükürlər olsun ki, bu mübarizədə yalnız və yalnız qalib gələn tərəf bizik və Azərbaycanın qələbələrinin heç biri, nə hərbi qələbəsi, nə siyasi qələbələri, nə diplomatik qələbələri nisbi xarakter daşımır. Cənab İlham Əliyevin qələbələrinin fərqi ondan ibarətdir ki, bu qələbələr mütləq və nəticəsi mübahisə doğurmayan qələbələrdir. Belə bir şəraitdə əlbəttə, istər təhlükəsizlik zəminində, istər iqtisadi, ticari zəmində, siyasi, mədəni, humanitar baskılar zəminində, media hücumları zəminində son zamanlar yenə müşahidə edirik biz bunları. Bunların zəminində Azərbaycanın yaratdığı reallıqlardan nəyinsə bir kərpicin belə düşməsi gözlənilən deyil. Bəli, belə düz buyurursunuz. Əlbəttə ki, biz elə bir atmosfer, elə bir konjunktura formalaşdırmışıq ki, yəni ondan uzaq durmaq o ölkələr üçün, digər qüvvələr üçün, özləri üçün itki deməkdir, itki anlamına gəlir. Əksinə biz çox cazibəli bir əməkdaşlıq konjunkturası formalaşdırmışdıq ki, bax, burada da qardaş dövlətlər, qardaş xalqlar, onlar bizi birinci sözdən elə anlayırlar və o cümlədən də bilirlər ki, Azərbaycanın yaratdığı bu reallıq həm də onlar üçün böyük bir fayda vəd edən reallıqdır.
Təbii ki, burada bilirsiniz, bu qloballaşma ilə bağlı bəzi hallarda nəzəriyyəçilər deyirdilər ki, bəzi qüvvələr o qloballaşmanı müharibə və münaqişələ yollarla gündəmə gətirmək istəyirlər ki, hər yerdə qanqada olsun, parçalanmalar, qopmalar və s. Amma burada biz artıq alternativ bir yanaşmanın şahidi oluruq ki, Azərbaycan qloballaşmaya artıq əməkdaşlıq yolu ilə çatmaq istəyir. Özü də, öz həmkarları da, özünün tərəfdaşları da. Və təbii ki, burada ən əsas məsələ də ondan ibarətdir ki, Azərbaycan diplomatiyasının böyük uğuru artıq münaqişəli vəziyyətlərlə idarə etməni yox, imkanları istifadə etməklə idarə etmə sistemini formalaşdırmışıq. Çox doğru bir məqama toxunursunuz. Qısaca mən bir Buyurun. məqam deyim, doğrudan da qloballaşma, xüsusən Soros qloballaşması dünyada müstəmləkəçiliyin yeni bir tipi idi. Tipi idi Və cənab İlham Əliyevin istər Əlcəzair çıxışı, tarixi, bu Azərbaycan tarixi üçün deyil, bütövlükdə qlobal insanlıq tarixi üçün neokolonizmlə mübarizədə yeni bir dövr başlatdı. Azərbaycan prezidentinin liderliyində Təhlükəsizlik Şurasında yadınızdadır, bizə qarşı işlər qaldırırlar müharibə zamanı. Azərbaycan prezidentinin liderliyində o hücumların elə Təhlükəsizlik Şurasındaca boğulması bu bütövlükdə qloballaşmanın mahiyyətini dəyişdi və o müstəmləkəçi qlobalizmin sözün əsl mənasında sonu oldu və artıq yeni bir dövr başlayıb və bu qloballaşma əgər dövlətlərin müstəqilliyi, suverenliyi şəraitində, xalqların sözün əsl mənasında suverenliyi şəraitində davam edəcəksə, bu ancaq əməkdaşlıq vəd edəcəksə biz bunu alqışlaya bilərik və yeni qloballaşmanın da, bax, yeni arxitekturanın da memarı bunu səmimiyyətlə hər bir Azərbaycan vətəndaşı deyə bilər, cənab İlham Əliyevdir.